Salam olsun əziz dostlarımıza. Bugün bir fürsət tapdıq ki, bu minor ilə major üstə bir balaca söhbətimiz olsun ki, ittilatınız vaqəən çoxalsın. Əvvəlcən gərək biz bəzi pərdələrin əsli adlarını öyrəşək. Məsələn, deyirik do. Hamı bilir ki, note do, dodur. Vəli do'nun ayrı adı si diyezdir. Si diyez olur do. Ya do bemol olur yine xod si. Bəs do bemolumuz si'dir. Bunlar bir addan deyirəm. Xahişim odur ki, yadınızda saxlayın. Re'yə elə həman re deyin. Çünki 2 dana diyez düşür üstünə. Biraz deməzlər re'nin özünü. Məsələn, do diyezin diyezi, mi bemolun bemolu olur re. Məsələn, re'nin özünü deyərik. Mi bemol ya re diyez. İkisi de mi bemoldu. Mi'nin bemolu, re'nin diyezi. Onlar mi bemol. Mi'nin ayrı adı olur fa bemol. Fa bemoluna mi birdir. Fa diyez ya sol bemol. İkisi bir pərdənin adıdır. Fa diyez ya sol bemol. Sol diyez ya la bemol. Yine ikisi bir addadır. Burada bizat deyim sol pərdəsi ki varımızdır. Eyni cərəyanı re'dir. Fa diyezin diyezi soldur. La bemolun bemolu soldur. Mesela buna sol deyək behtərdir. Yetişirik la, si bemolun bemolu la'dır. La bemolun diyezi la'dır. Bəs solunla la'nın elə öz adlarını deyək behtərdir. Bəli, xub müşabehlərini də gərək bilək. Yetişirik la diyezə. La diyez həman si'nin bemoludur. Bəs si bemolunla la diyezimiz birdir, adları birdir. Minor bizə kəlməyə ki, minor gəlirik deyirik. Deyirlər ki, məsələn, bizə sol minoru tozih verin, pərdələr nə mənədir? Biz gəlirik deyirik ki, qəbl az hər şey, biz Bayat Şirazın mayəsini çalmağı gərək başarıq. Orijinal yerindən soldan başlayırıq.